Aşxazadə Tural Ətrafoğlu 2002-ci ilin may ayının 30-da İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açmışdı. 2008-ci il 15 sentyabrda doğulduğu kəndin Aqil Məmmədov adına tam orta məktəbinin 1-ci sinifinə yollanmış. 2019-cu ildə həmin məktəbi bitirmişdi. Ailənin son beşiyi olan Tural, məktəbi bitirəndən sonra idmanla məşğul olmağa başlamışdı. Yarışlarda fəal iştirak edən Tural bir neçə fəxri fərman və medallarla təltif edilmişdi. Tural Respublika üzrə birinci yerə çıxmışdı. 2020-ci ilin iyul ayının 11-də hərbi xidmətə çağırılmışdı. Əskərliyə getməmiş vətənpərvərlik hissi ilə anasına "Səni şəhid anası eləyəcəm, başını dik tut" deyərək hərbi xidmətə yollanmışdı. Göranboyun Ensaylı hərbi hissəsinə yollanan Tural, sentyabr ayının 27-sində başlanan 2-ci Qarabağ müharibəsində fəal iştirak eləyərək bir neçə döyüşdə qəhrəmancasına iştirak eləmişdi. Amma axırıncı döyüşdə düşmənin xain gülləsinə tuş gələrək arzusunda olduğu şəhidlik zirvəsinə ucalmışdı. Ailəsi 71 gündən sonra Turalın şəhid xəbərini almışdı. 2020-ci il 11 dekabr tarixində doğulduğu İsmayıllı rayonunun Diyallı kəndində torpağa tapşırılmışdı. Ölümündən sonra vətən uğrunda medalı ilə təltif olunub.